Bir marketdən aldığım tonal kremi test edirəm. Tonalni krem Pupa brendinə aiddir və qiyməti 20 AZN qədər idi. Birinci üzümü miceller suyu ilə silirəm və fırça ilə başlayacağım tonal kremi üzümün ancaq bir hissəsinə tətbiq etməyə. Tonal kremi alanda çox tərəddüd eləyirdim, çünki test etməyə imkan yox idi. Ən qorxduğum şey tonal krem üzdə palçıq kimi qalmasıdır və ya çox tünd, ya da çox açıq olması. Bir də xoşlamıram ki, tonal krem çox axıcı olanda. Tonal kremi vuranda çox bəyəndim, çünki teksturası yüngül idi və eyni zamanda da çox yaxşı qapadıcılığı var idi. Sözün düzü, gündəlik həyatda tonal krem vurmağı o qədər də sevmirəm. Amma nə yalan deyək ki, tonal kremlə üz daha canlı görsənir və daha fresh görsənir. Buradan da baxın, üzün sanki bir hissəsi daha yorğundur, o birisi hissəsi isə daha fərahlı görsənir. Son toxunuşlarımı edirəm və nəticəyə gəlin birlikdə baxaq. Bu tərəf daha görürsünüz ki, canlı və gözəl görsənir.